Gözəl dostlar, qardaşlar, kanal izləyicilərimiz. Bu günləri mən sizə Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan küçənin üstündəki 16 mərtəbəli binanın 7-ci mərtəbəsində Qubçalı mənzilimizin 2 otaqdan 3-ə düzəlmə mənzilimizi çəkib təqdim edirəm. Müqavilədə 80 kvadratdır. Qubçada gələrsiniz, baxarıq, görək Qubçada nə qədər. Gəl, belə bir bahalı qapısı var. Gəl keş. Bura giriş hissədə, bura hol hissəsidir. Çox təmiri, çox əla oldu. Həqiqətən. Gözəl təmirlə, lüstrlarına qədər, sport işıqlarına qədər, pərdəsi, hamam tualet aksesuarı, buradan bir dənə başla. Hamam tualet aksesuarı, hamısı qoyulur. 80 kvadratdır müqavilədə. Deməli, 2 otaqdan 3-ə düzəlmə. 16 mərtəbəli binanın neçənci mərtəbəsi? 7-ci mərtəbəsi. Bəli. Bura oldu zal hissəmiz. Oradan sonra geç çıxını çək də. Böyükdən, bir dənə zəhmət olur. Əla, bir dənə onu çək, gəl. Buradan mətbəxi də görsədək. Pərdələrinə qədər qalır. Marşrut, məktəb, bağça, təzə bazar. Hamısı evin, binanın tam yaxınlığındadır. Yolu keçdi olaraq binanın altında da böyük marketlər fəaliyyət göstərir. Deməli, orada da bir dənə yataq otağıdır, qardaş. Orada eyvanı da var, eyvanla da çıxırsan. Pərdələrinə qədər, yəni izah edəcəm, qoyulur, təmiri superdir. Bura eyvanıdır, öz məhəlləsinə baxır. Qiymət, qiymət. Gəl, balkonda qiymət demirlər, mənim qardaşım. Gəl yine. Aha. Gəl bir dənə mətbəxi də çəyiş, qardaş. Keç burada. Mətbəx mebeli yığılıb, qazı qoyulub, kombi xətləri çəkilib, sadəcə kombini qoyulub. Yəni kim alarsa özünə məxsus alacaq. Bahalı kombi alacaq, ucuz da alacaq. Onu alan adam, ev alan adam özü onun üstündə fikirləşməlidir. Qiymətə bax, 140.000 manata 16 mərtəbəli binanın 7-ci mərtəbəsində düz Heydər Əliyev prospektinin düz üstündə. Kanalımıza abunə olun, videonu bəyənin. Bu mənzil barədə kimin nə sualı varsa bizlə əlaqə saxlasın. Sağ olun.